Amerika hərraclarından alınan avtomobillərin qiyməti 50% bahalaşıb. Son 2 ayda hərraclardan $3500 alınan avtomobillərə verilən təklif $7500 qədər qalxıb. Mütəxəssislər bunu Çin avtomobillərinə tətbiq olunan güzəştin ləğvi ilə əlaqələndirirlər. Avtomobil daşınmaları üzrə ekspert Hüseyn Məmmədli deyir ki, bazarda Çin avtomobili idxalına maraq azaldığından müştərilər kütləvi şəkildə Amerika hərraclarına yönəliblər. Bəli, son vaxtlarda Amerikadan daxili qiymətlərin artımını müşahidə edirik. Yəni ki, bunda səbəb ondan ibarətdir ki, indiyən kimi Azərbaycan gələn avtomobillər limitli olduğu üçün, yəni ki, bunlar əsasən Çin bazarı istifadə olunurdu. Çin bazarında daha çox avtomobil gətirdi müəyyən güzəştlərə görə. Artıq güzəştlər ləğv olunduğuna görə müştərilər özləri də yəni Amerika bazarına yönəlməyə başlayıblar. Həmin Amerika bazarına yönələn müştərilər də yəni Çin bazarından aldıqları avtomobilləri əvəz eləməyə başlayıblar. Ona görə də əvvəl Amerika bazarında bir avtomobilə tutaq ki, 2 nəfər, 3 nəfər baxırsa, artıq bu sayı 7-8 nəfərə qalxıb. Ekspert bildirib ki, gömrük terminalında müşahidə olunan boşluq da bununla əlaqəlidir. Amerikanın daxili bazarlarında müşahidə olunan 50% qiymət artımı 2-3 ay sonra Azərbaycanda da bu avtomobillərin bahalaşmasına səbəb olacaq. Son bir ayda, ay yarımda alışlar, Amerikanın daxili alışları 50%-ə qədər artıb. Hal-hazırda məsələn biz gömrük terminalında boşluğu hiss eləyə bilirik. Bu da ona görədir ki, yəni artıq gələn avtomobillərin, yəni ki, əvvəldən alınan avtomobillərin hal-hazırda gəlişi azdır. Amma bu gün alınan avtomobillərin və yaxud bir ay ərzində alınan avtomobillərin sayı artıq aprel və mart ayında meyvə gömrük terminalında bir sıxlığı müşahidə edəcəyik və gələn avtomobilin sayı artdığına görə təbii ki, yəni bunlar bahalındığına görə logistik xərcləri artıb, gömrük rüsumları artıb. Yəni Azərbaycanda da daxili bazarda qiymətlərin hamısına təbii ki, təsir eləyəcək. Hüseyn Məmmədlinin sözlərinə görə alıcılar hazırda Amerika hərracından əsasən 7 ildən daha yeni və mühərrik həcmi 3000 kub santimetrə qədər olan avtomobillər əldə edirlər. Bazar dəyəri 50 min manatdan yüksək olan avtomobillərin isə Amerikadan idxalı daha ucuz başa gəlir. Kənan Qafar, Namiq Hüseyev, Xəzər xəbər.